Hər vaxtınız xeyir olsun Simnarə. Sizi və bizi izləyən izləyicilərimizi Mingəçevirdən salamlayırıq. Prezident Kuboku 2026 beynəlxalq reqatası dünəndən, ötən gündən artıq start götürdü. Bugün isə Mingəçevir şəhərində artıq yarışın rəsmi açılış mərasimi keçirilir. Açılış mərasimi çərçivəsində hazırda olduğumuz Heydər Əliyev prospektində artıq birazdan idmançıların paradı keçiriləcək. Paraddan sonra isə rəsmi şəxslər və idmançıların müşayiəti ilə Heydər Əliyevin abidəsi ziyarət olunacaq. Ondan sonra isə artıq saat 19-dan etibarən yarışın konsert proqramı ilə davam edəcək tədbir. Artıq biz maşınların, kərvanlarının gəldiyini görürük. Operatordan xahiş edəcəm, zəhmət olmasa göstərsin. İdmançılar gələcəklər, birazdan bu prospektdən keçəcəklər. Onu da qeyd edeyim ki, yarışda 16 ölkədən 100-dən çox idmançı iştirak edir, mübarizə aparır. Artıq dünən biz Sərsəngdə keçirilən yarışda gördük, onların nümunəvi çıxışlarını gördük. Onu da qeyd edeyim ki, Ağdərədəki Sərsəng su anbarında ilk dəfə keçirilirdi bu yarış. Artıq sabahdan etibarən biz su qovuşana geləcəyik və orada idmançıların yarışları olacaq. Eyni zamanda təltif etmə mərasimi keçiriləcək. Daha sonra aprelin 30-u və mayın 1-də isə Mingəçevirdə yarışlar start götürəcək. Biz də bu yarışları, idmançılarımızın uğurlarını mütəmadi olaraq izləyicilərimizlə bölüşəcəyik. Mənim sizə bu saata çatdıracaqlarım bunlar idi. Söz yenidən sizdədir.